İtalyan filozof Antonio Gramsci hakkında danışacağıq. Və mənim sualım var. Gramsci ya Gramsci? Necə deyilir? Nə fərq eləyir? Fəlsəfəsini öyrəşdikdən sonra. Nə baba nə fərq Bir eləyir? nəfər deyə nəfər Sina Mirzai, Sina Morzai. Əbülfəzl Naz olsun. Gördüyü işlər önəmli. Okey, bağışla. İstədiyimiz tekliği alamadık Sina Bey'den. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz felsefe. Biraz Fəlsəfə. 1 qram Gramsci danışacağıq böyle. Biraz fəlsəfə. 1 gram Gramsci danışacağıq. Aslında güzeldi. Onu beğendim. Dert yoktu ama geçer. Mənim etimad və nəfsimi də Türkan alır. Çox nə adam. Gözəllikdir. 2 gündür mən buna fikirləşirəm. Gecə yatamıram. Kişilerin etimat ve nefsi çoktu. Biraz yatıtsam. Biraz azalsın hele. Tüm bayanları. Bu gün Qadınlar Günü olduğu üçün dəstəkləmək üçün Kimi icazə gözəl verəcəyəm. olduqları Bu günlük Türkan mənim sözümü kəsə. İndi sözüm kəsdim. Antonio Gramsci 891'de İtalya'da, Sardinya'da kasıb bir ailədə, bunu təkid ilə deməyə çalışıram ki, gənə kasıb bir ailədə dünyaya gəlibdi və çox, yəni uşaqlığı, başlanğıcda həyatı kasıb olduğu üçün və ailəsi çox pulsuz pis günlər keçiribdi. Və zaten buna görə də sonradan gəlibdi, o təbəqə güc ilişkilərinə baxıbdı, Marksist olubdu bir zaman, Marksistdə hətta bəzi tənqidi şeylər yazıbdı. Ona görə filosof olaraq kateqori eləyə bilmərik ha. Çünki Türkan deyir, Niyə? kasıbdan filosof olmaz. Gramsci də həqiqətən də filosof. Bilmirəm, o zaman ekonomist falan filan yox idi. Belə terminlər yox idi da, sonradan çıxır bunlar. Ekonomi sonradan bilim olaraq özünü. Moral philosopher deyirlər. Marksa da philosopher deyirlər, Gramsciyə. Gramsciyə nə deyirlər görəsən? Fəlsəfəçi olaraq bilmirəm bunu tanıya bilirik bu adamı yoxsa yox. Bir də kasıbdır, zaten sənin teoriyan da uymur. Kasıb ölsün. Yox, nasıl ölməsin? Türməyə düşsün zindana. Belə bilirsən, məsələn, biz Marksda əslində deyəcəydim ki, gətirib təzə bir şey ortaya qoymayıb, amma qoyub da. Yox, Aysu, onu danışacağıq. Onu danışacağıq bugün. Təzə bir şey ortaya qoyub da əslində. Bir çox insan deyirlər, bu nə deyib? Bir şey ortaya qoyub da onu danışacağıq. Yox, o barədə Gramsci böyük ehtimalla mənim ən sevdiyim, oxumağı da sevdim. Və bir şey, məsələn, Hobbes'ı oxuyanda mən zəhləm gedirdi da, fəlsəfə dərsindən, kitabdan, Hobbes'ın özündən. Amma Gramsci'nin oxumağı da gözəldir, rahatdır, başa düşürsən. Mən də heç bunları sevmirəm. Çok severim. Doğrudan. Neyse. Neyse. Fəlsəfəsini danışaq. Gramsci deyəcək çox söz var. Çox söz var. Həyatı ilə bağlı axır bir söz deyim. Ki Marks düşüncəsindən çox etkilənir, təsirlənir. Hətta gedir İtaliyada Komünist Partinin yaradıcılarından biri olur. Sonra başına nə bələ gəldi üçün? Sonra Mussolini gəlir. Mussolini gəlir. Atır biləsiniz zindana. Ömrünün çoxu zindanda keçir və yazdıqları da, o namələr də, yazdığı hər şey, bütün əsərlərin zindanda yazır. Zindanda noxoşlur və noxoşladığı üçün də ömrünün axır, bilmirəm indi, bir neçə ilini bıraxırlar biləsin, amma da noxoş beçara ömrünün şad günləri, gözəl günləri, çiçək açan günləri zindanda. Ona görə deyə bilirik, Marksın fəlsəfəsi bədbəxtçilikdən sonra isə gəlmir. Oxuyan da türməyə düşür. Ölkə Marksist olanda da bədbəxt olur. Bunu deyə bilirik? Yox, dedim da təzədən. Sağ olun, var olun. Yenə türmə, yenə qazamat. Ay brat, ay brat. Yaxşısı azadə həyat. Ay brat, ay brat. Yenə türmə, yenə qazamat. Ay brat, ay brat. Yaxşısı azadə həyat. Ay brat, ay brat. Gələ fəlsəfəsində. İstədim gələ özündən bir şeylər deyim. Gələ fəlsəfəsində. Cidden nə deyəcəksən? Bu Maraqlı şəxs düşünür, fəlsəfəsini gələ ötür. Özün baba nə edirəm? Zindan çəkmiş adamdan zəd eləyəcəyim sonra bir yolda. Zindan çəkmiş adam pisdir. Yox, mötəd idi. Sən kim? Mötəd idi. Orasını bilmirəm. Doğrudan mötəd idi. Biz elə Sulduzda söz bazıq. Elə Okay. Sonra deyirsən Urmiyəlilər elə belə bax. Urmiyəllər elə o öz kontekstdə, öz dimensionlarında fərqli. Başqa bir boyutdadılar Urmiyəllər. Okay. Bu sual ortaya çıxır ki, əgər Marks deyir ki, Fars Sina bu gün kişilərdən qurtula bilsəydim, çalışırıq, cəhd eləyirəm da, necə ki ingilis aksanımı düzəltməyə cəhd eləyirəm, o kişilərdən də qurtulmaya. Ki yaxşı bir şeydir əslində, işlətməyə çox yaxşıdır. Amma
İşte Bizimki də bəzi o bəzi vaxtlar mənşəli. lazım deyil, hə. Bəzi vaxtlar lazım deyil. Həqiqətən zorlayır o çiyi. Hələ məsələn 3 dənə çiy Yəni işlətdim mən. sağ. Axı onda cə cümləyi fikirləşəsən də. Çox yaxşı bir Hə. şeydir. Məğzin pratik eləyir də, nə olacaq fikirləş. Hı. Marksın ortaya qoyduğu düşüncədə əgər işçilər bu qədər açıq şəkildə sömürülürsə, onda belə bir sual ortaya qoyur Gramsci və bir çoxumuzun da bəlkə fikrinə gəlir ki, bu qədər açıq, aşkardırsa bu sömürü, bəs niyə kapitalist sistem davam edir? Bu anlamda ki, niyə heç kim etiraz eləmir? İnqilaba qalxmır, işçilər və niyə birləşib inqilaba qalxmırlar? Əslində bir çox Marksdan sonra gələn düşünürlərin yaratdıkları fəlsəfə sistemi bu sualdan ortaya qoyur. Marks bir gələcəyə bir təxmin ortaya qoymuş. Kapitalizmdən sonra belə olacaqdı. Çökəcəkdi. İngilistanda bir kapitalizm çökəcəkdi. Onun yerinə bir sosializm yaranacaq, sonra kommunizm olacaq falan. Və bu təxmin niyə olmur? Və bu gözlədik. Hmm. Gəlmədi axı. Yay keçdi, qış gəldi filan oldu. Hələ də sosializmdən xəbər olmadı. Əgər bu qədər açıqdırsa, Marks mı yanlış eləyir? Marksa könüldən bağlı olanlar da qəbul eləmək istəmirdilər ki, bu təxmin yanlış ola bilər. Deyirdilər, həttəmən gəl bunu bir şəkildə açıqlayaq. Gramsci açıqlayanlardan biridir. Gramsci'nin düzəltdiyi, ortaya qoyduğu eriyanın adı kültürel hegemoniyadır. Və hegemoniya kəlməsinin mən birinci olaraq tarixini demək istəyirəm ya da mənasının hardan gəldiyini demək istəyirəm. Hegemoniya antik Yunandan gəlir. Bir qrupun digər qrup üstündə hərbi dominansı olanda, onun o birisinin üzərində hegemoniyası olurdu. Misal olaraq Spartan hegemoniya vardı. Çünki o zaman Spartalılar çox güclü idi. Məsələn ki, fərqli bir mədəniyyəti öz kontrolları altında olanda deyirdilər ki, bu məsələmiz Spartan ya Roman hegemoniyasının altındadır. Hegemoniyanın burada Gramsci ancaq o hərbi mənasından alıb gətirir, sosial mənaya gətirir eləyir. Deyir ki, sosial mənada baxanda, kültürel mənada baxanda elə bir kültür yaranıbdır ki, bir kültürü digər kültürlərə yuxarıya qoyur. Və Marx deyirdi ki, məsələmin burjuazi bizi gəlir polislə, nə bilim, hərbi qüvvə ilə, pulu ilə, materialı ilə bir-bərən kontrol edir. Gramsci deyir ki, tamam, onlar da vardı, amma onun üstünə, ona əlavətən insanların niyə durub ayaqlanmamasının səbəbi budur ki, o güc bizi sosial mənada da kontrol edir. O güc bizi sadəcə hərbi mənada yox, məsələmin din institutlarını kullanaraq bizi kontrol edir, bizi medyanı kullanarak kontrol edir, bizim dünyaya baxış açımızı, özümüzü və digərlərini necə gördüyümüzlə də kontrol edir. Fərq budur ki, o Marksdakı məsələ budur. Marks deyir, hər şey materialdan etkilənir. Hər şeyin əsası kökü material dünyadan olduğu üçün, iqtisadiyyatdan məxsusən olduğu üçün, bu kültür, mədrəsə falan filan dediklərimiz iqtisadiyyatdan mənşə tapır. Onların formları, onların necə qurulduqları, nə cür olduqları iqtisadiyyatdan, material həyatdan mənşə. Feodal bir həyatın mədrəsəsi yaşamı da feodal iqtisadiyyat sistemindən qaynaqlanan material şəraitdən ortaya çıxır. Amma Gramsci buna bir şey izafə eləyir. Deyir, əslində kültürün özünə görə, bu cür deyil ki, iqtisadiyyat tamamilə kültürün üstünə bir kölgə sala və kültürel fərhəngi hər hansı bir təsir bu həyatımızda olmuyor. Əslində kültürün də özünə görə da az da olsa iqtisadiyyata görə bir muxtariyyət alanı var. Kapitalist sistem əslində kültürdən də istifadə eləyir ta iqtisadiyyatını məşru qıla. Özür deyil ki, iqtisadiyyat kültürü kölgə altına ala və hər şey iqtisadiyyatdan doğa. Məsələn, səndə məsrəf eləmək kültürü yaradır. Yəni sən məsrəf eləməsən, tez-tez xarab olan şeyi atıp tez yeni şey almasan, bayrama yeni paltar, filan şeye yeni bir paltar, filan behman. Yəni bu kapitalist sistemi sürdürmək üçün elə bir kültür yaradır. Məsələn, Valentine gəlsin, başqa bir günlər gəlsin. Qadınlar günü gəlsin. İnsan, qadınlar günü hələ kökü orada deyil. Bəli, qadınlar günü gətirim, öz kültürel muxtariyyətimin altına alım. Deyim, qadınlar günü gələk gedəsən, şokolad alasan, şokolad alasan, ulduzlar vermişsən. Şokolad alasan, gül alasan. Ki kapitalist sistemdə gələ həmişə alasan. Kapitalist sistem bazar yaratması lazımdır. Özünə müştəri də yaratması lazımdır bazarla eyni şəkildə. Və Afrikanın əslən köləliyin qalxması da məncə bundandır. Və ya Çində o opium savaşları buna görədir ki, özünə bir bazar və müştəri yaratması lazımdır kapitalist sistem. Olmaz ki, mən elə deyirəm kapitalist sistem yaxşıdır. Aha, və müştərin kim olacaq, kim səndən zad alacaq, kim bazarın yer edəcək. Afrika dünən sömürürdüm.
Bu gün Afrikanı öz bazarım eləyəcəyəm. Xam maddə versin mənə, gəlsin məndən bir şeylər alsın, məhsul düzəldəcəm, bu məhsullarımı gəlsin alsın da məndən. Fındığı məsələn Türkiyədən alacağam, sonra paketləyib şokolad eləyəcəm, satacağım Türkiyənin özünə daha bahaya. Raw material. O bazarı düzəltmək üçün hamını o kapitalist sistemin içinə inteqrə eləmək lazımdır. Yəni olmaz Çin hələ feodalizmdə qala. Çini zorla kapitalist bazara inteqrə eləyir. Hər şəraitdə olsa. Və bu kültürel bir həyat yaradır da. Yəni bu əslində bu kültürel bir həyat yaratması lazımdır ki, kapitalist kimi yaşa, kapitalist sistemdəki o məsrəfçərahi kimi yaşa ki, bazarda həmişə müştəri qalsın. Müştəri olsun, sömürü sistemi qəşəng davam eləsin. Kültür necə yaranır? Nə cür yaranır? Bəlkə başqa boyutlarında da Türkan deyə. Çünki mənim sözümü kəsmir. Bugün qadınlar günü olduğu üçün Türkana yalvardım, dedim, "Bugün Allah sən mənim sözümü kəs." Bir gün də olsa Türkana bu haqqı tanıyaq. Lütfən, buyurun. Mesela mənim fikirləşdiyim, yəni ağlımda ki, bu podkastda bunu necə misal olaraq, əslində misalım daha çox sosial bir mənada. Hətta o iqtisadi şəraitdən çıxıb daha misalımı sosial mənada və bizim bəlkə məsələn bizə qulaq asan insanların daha yaxşı başa düşə biləcəyi misallardan birini verəm ki, dil məsələsidir. Və məsələmin Azərbaycanın İran içərisində görsənmə və göstərilmə məsələsidir. Əgər sən sübdən axşama bazara çıxanda, banca gedəndə, televizyonu açanda, radioya qulaq asanda, hamısında eşitdiyin dil, eşitdiyin kültür, gördüyün, müşahidə elədiyin kültürün hamısı fars kültürü isə, fars hegemoniyası isə və arada bir-iki dənə öz kültüründən və ya öz dilindən örnək eşidəndə onlara qədilib tamamilə fərqli boyutlarda torkəxər olsun, nə bilim pis göstərilmə olsun, fitilə proqramı olsun, səni qısa olaraq göstərilmə məsələləri olsun olanda sən bunu istər-istəməz, sən deyəndə burada cəmiyyət olaraq deyirəm, cəmiyyətin beynində o hegemoniya yaranır. Sənə doğal gəlir ki, farsların hamısı bəlkə ekonomik olaraq və ya digər mövqelərdə daha yuxarıdılar, daha güclüdülər. Onlar sənə doğal gəlir. Sən bunu tüm uşaqlıqdan da onu görməyə başlayırsan, iqtisadi olaraq da sənin halın, əhvalın, evin, sınıfın, hər şeyin düz olsa, kültürel olaraq sən gənə aşağıdasan. Çünki sənə o öyrədilibdir. Çünki sən mədrəsəyə gedəndə onu eşidibsən, onu görübsən. Çünki sən mədrəsədə öz tarixini, öz kültürünü oxumayıbsan ki, sən farsların elədiyi gözəllikləri, səndən də bir şey deyəndə gəlib deyib ki, türklər, monqollar təkin belə gəlib də tallayıb da, çırpıb da, vurub da, yıxıb da, yandırıb da, çıxıb da gedibdir. Nə üçün bunu eləyibdin? Hədəf nə imiş? Səni kontrol altında saxlamaq üçün. Sənin bəlkə qaynaqlarını sömürmək üçün. Sənin qaynaqların sömürür bu arada. Və məsələn biz eyni misalı sadəcə bizim insanlar deməsin ki, sadəcə bizim yerdə İran dövləti də elə pisdə hər nə mənəni İran dövlətindən danışırsınız. Bunu Amerikada elə digər millətlərdə olur. Nəzər olubdur ki, məsələn biz bir qlobal dünyada iş tapmaq üçün sənin ingilis dilinə ehtiyacın var. Niyə sənin misal olaraq Kore dilinə ehtiyacın yoxdur? Bunların hamısı bir faktorlarından biri məsələmin, tamam demirəm, elə İngilistanın sömürgəcilik tarixi vardı, o ekonomik şeydən mən dışarı çıxmaq istəyirəm. Amma bizim baxdığımız dünyada kültürümüzün gelişməsinin böyük səbəbi, o qloballaşmanın səbəblərindən biri Amerikanın kültürüdür. Amerikanın Hollywooddur. Amerikanın filmləri də, Amerikanın dizisi də. Yəni bunların hamısı ekonomik olaraq da səni sömürürlər heç. Ancaq bir kültürel olaraq da sənin beynində, sonuç ekonomik sömürmədir. Həmişə sonuç həmişə olur. Həmişə o da material olmasa, sömürmə olmasa, iqtisadi olmasa, heç o gətirib neynirəm dili yaradır ya o kültürü yaradır. Bəs onda bir sual. Soruşuram. Sözümü kəsdin, soruş. Bəs onda bu gün hər hansı bir kültürel məsələ dominans qurmaq istəsə, bizim bu səfil, sömürücü ekonomik həyatdan uzaqlatmaq mı istəyir hər hansı bir kültürel debat? Məsələn, identity politics, kimlik siyasəti. Yaranıbdır ki, biz iqtisadi sömürüdən uzaq mı duraq və ondan zad eləməyək? Məsələn, sən qarasan, mən ağam, sənin cinsiyyətin budur, mənim cinsiyyətim budur falan filan. Eləyərlər, bu cür şeylərlə məşğul olaq da dövlət öz sömürücü siyasətlərini qabağa aparsın. Identity politics, başqa bir anlamda desək, identity politics iki tümənə dəyməz. Sözü düzdür? Yox, bu düz deyil. Biz bunu danışdıqca məqsəd həmişə
materialdır da. İqtisad Biz həmişə demə. birimizə Yo, düşür. mən demirəm. Türkçə sən desən deyibsən, mən demirəm. Bunu Marks falan deyir. Tamam, mən deyirəm. Mən Yo, yo, demirəm. mən bunu deyirəm. Bu mənim düşüncələrimdən Bunu biridir. yazarsınız Bir Türkçənin dünya hesabına dostlar. yazın mənim hesabıma. Dünya siyasətində, dünya ilişkilərində, güc ilişkilərində material, torpaq, iqtisad həmişə birimizədir. Bir sual. Məsələn, Soruş. hər hansı bir imperiya, imperatori Hı. başqa bir yerə həmlə eləməyə farslar deyirlər, məsələn, ərəblər bizim kültürümüzü sevmədiyi üçün, kültürel olaraq bizdən aşağı olduqları üçün bir mədəniyyətimizi dağıtmaq üçün bizə həmlə elədilər və ya Moğollar və ya falan filan. Səncə savaşlar belə kültürel nədənlərdən olurdu, yoxsa bir imperiya öz tax base-ini, yəni öz maliyyət alma gücünü keçirtmək üçün daha çox insana hökm eləyib, daha çox iqtisadi yerləri sömürmək üçün, daha çox yerə sahib olmaq üçün, territoriyaya sahib olmaq üçün həmlə edirdi. Məncə onu deyən hər kim varsa, həqiqətən bu Səfihdir. çox naif bir baxış. Yox, səfih Niyə deyil, amma demədin çox səfihdir? naif. Biraz felsefe. 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 Dünya heç bir zaman nə bilim gökkuşağı ilə, gözəlliklə, arı ilə, balla, pətəklə gedən bir dünya olmayıb olmayacaqdır. Dünya həmişə sənin bir güc məsələsidir. Güc də heç bir zaman bunun üçün deyil ki, ay mənim bir türk olaraq, ya fars olaraq, ərəb olaraq, amerika olaraq mənim kültürüm səndən daha Günün yaxşıdır. sonunda Yox. Günün sonunda İngiltərə, İngilis imperatorluğu gedib Hindistanı, ya Fransalıları desək, gedib Afrikanı, digər yerlərini çelməsi üçün bu onun narrativinin, söyləminin bir parçasıydı. Düzdür. Ondan işim yox. Ancaq əməl olaraq orada istədikləri o Ay, deyil idi ki, hamı gəlsin. İstəyirdim gələk Onların buraya çataq. istədikləri buydu ki, onların torpaqlarını, onların resurslarını, onun çayını, bibarını, nə bilim, gülçələmini, Hər sarı nəsə. çöyünü, hər şeyini, hər Qızılını, şeyini, o zamanlar mədənlərini. qızılını, yağını. Daha da sadələşmişi Afrikada deyirlər ki, bizim əlimizdə qabaqca altınlar, qızıllar, mədənlər var idi. Əlimizdə qızıl doluydu, Afrikadakılar deyir. Qızıl doluydu. Ağ adam gələndə Avropadan əlində İncil var idi. Bunlar tərk eləyəndə Afrikanı bizim əlimizdə İncil var idi. İncil var. Onlar qızılları götürüb getdilər. Kimi bir Çox məsələdir. gözəl. Yəni Bunu mən eşitməmişdim, çox gözəl. bunu mən dedim. Mən demişəm. Bunu mən yaradım. Mən bunu Çox dünən gözəldir. yazmışam. Yalandan. Qabaqca başqa yerdə. Ciddi deyirəm. Çox o gələcəyin elçilər təkin bunu da bəyəndim. Ay sor. Onu da başqa yerdən eşitmişdim. Mənim heç zadım özümdən Heç deyil. bir şey yox. Nəyə yalan danışım? Sabah indi AI falan var. Çıxardacaqlar yalanımı. Sonra etibarım gedəcək. Suala. Yalan danışmıram. Bu sözlər mənim deyil dostlar. Başqa yerlərdən oxuyub gəlmişəm. Kültürel narrativ də olsa ki, məsələn biz türklər, biz ərəblər, biz farslar, biz moğollar, məsələn biz ad mədəniyyət verir də biz ingilislər, biz ağdərililər, avropalılar gedirik buranı alaq. Niyə? Çünki onlar kafirdirlər, biz müsəlman. Osmanlını məsələn baxanda əslində filmlərdə üzür görsən, bilmirəm, qaynaqlarda da üzürdü. Kafirlə savaşa gedirlər və ya məsihlər ilə fərqlənmir. Elə Niyə sən onlar Viyanaya kimin kasıbla savaş üçün gedirsən? Viyananın kafir. Niyə sən Viyanaya Çafərlə savaş üçün gedibsən, o qapılarına dayanıbsan? Niyə ki, Əsən bu yox. arada Osmanlı sənin Allahın qazanacağın qızıl, maliyyat heç biri bir faktor Ay, deyil də. Sən sağ ol. fəqət insanı müsəlmanlaşdırmaq üçün. Dövlət Charles Tilly'yə qayıdaq. Çox oxşardır bu qoftuman. Deyir, dövlət məsələsindən danışdığımızda dövlətin ən böyük qazanc yeri nə mənadır? Ən böyük qazancı nə mənadır dövlət? İnsanlar. İnsanlar, maliyyat, vergi. Vergidən başqa nə ola bilər? Hələ demirəm bəlkə nəfti falan qazı ola, onlar ayrı məsələ. O dövlətlər ayrı dəyərləndirməmiz lazım. Əksərən maliyyətdandır. Maliyyət çox önəmlidir, vergi çox önəmlidir dövlətə. Vergini də özündən almış, göydən Allah göndərmiş ki, insanlardan alır falan. Qaynaqlar çox önəmlidir bir dövlət üçün. Bəs ona görə deyir və siyasətin ən önəmli aktoru kimdir? Dövlət, state. Əgər siyasətdən danışırıqsa bu gün, deməli ekonomidən danışırıq. Yəni vergidən danışırıq, nə qədər vergi ala bilsəndən danışırıq, GDP-dən danışırıq, ekonominin böyüklüyündən danışırıq. Yoxsa başqa şəkildə idarə etmə olmayacaq. Kültürel falan filan məsələ bunları məşru qılmaq üçün, yəni bu məsələləri məşru qılmaq üçün. Hər şey torpaqdan gəlir də. Sənin bütün varlığın həm beysi, həm böyüməsi o torpaqdan gəlir. Evolutiona O inanmırsan? torpaq
Lap da elə Həzrəti Adəm evolution'a torpaqdan. Yox, lap da elə evolution'a Hər şey inkişafa maymundan inandığım gəlir. üçün torpaq bu qədər mühümdür. Çünki bax sənin o torpağın sağlam olsa, sənin torpağın millət gedir öz fərqli ölkələri, fərqli Hmm. torpaqları işğal edir ki, misal olaraq bütün öz torpağında püstə yetişdirə bilmir. Aha. Bütün öz torpağından ona nə bilim alma gəlmir. Düzdür. Bütün Yaşama məcbur yeri də, su yoxdur. Yaşama yeri də, su yeri də. Onun üçün hər şey torpaqdan gəlir. Hətta sənin o iqtisadi şey deyirsən, o da torpaqdan gəlir. Yəni kapitalist sizi sömürəcək, rizayət yaratsın. Deyirlər consent making, consent manufacturing. Noam Chomsky deyir. Rizayət yaratsın. Şuravi ilə savaşanda Amerikada da bu kültürel zadı görmək olur da. Kommunistlər elədilər, kommunistlər qorxuludular, kommunistlər fəzadan gəliblər, kommunistlər Bu gün aliendular, belədir. indi də hələ İndi bu də günə qədər davam edən şeylərdən biridir. Sən get Amerikada denənci məsələmin sosialist belə. Heç bir şey demə, fəqət denən sosialist və gəlib denən kommunist. Götürüb səni daşlayacaqlar. Ay sor. O qorxu hələ də yaradıbdı Sosializmin, çünki kommunizmin nə olduğunu bilmir. Çünki o kültürel hegemoniya o qorxunu yaradıbdı. Sən qorxmalığını qorxmalıdır. iliklərin Da Stalin Qorxmalı. qorxmalı olmayacaq, mən qorxmalı olacağam. Kim qorxmalıdır? Stalin qorxmalı olmasa heç nə qorxmalı deyil. Yox, zarafat edirəm, amma savaşa getmək üçün bir məşruiyyət yaradır da. Mən savaşı dediyim bu liberal dünyası xətərdədir və biləxərə bunlar kültürel bir şey. Deyə bilməsən ki, bizim qaynaqlarımız sömürülür falan filan. Yəni biraz cılız qalır bu. Çönüb deyər qaynaqları fəqət kommunist sömürməyəcəkdir falan kəs sömürməyəcək. Sən də məni sömürsən də. Başqa bir cürə rizayət yaratmaq lazımdır. Onun üçün gəldim əsl sualıma ki, oradan qaçdım. Identity politics 3 mənə dəyməz. Sözü Gramsciyə görə nə qədər düz, nə qədər yalan ola bilər. Bu cürə danışaq. Ölənin dalında danışmaqdan söz alırız. Ya o identity politics bu günə lazımdır. Çünki bu günün ilişkilərini görürsən. Tamam demirəm iqtisad hər nə, ancaq sən onunla savaşmaq üçün sənin iki cürə o düşmənlə savaşma yönətimi var. Bir dənə war of maneuver, yəni birbaşa qarşı durma. Məsələmin bolşeviklərə baxanda bir dənə gücsüz dövlət vardı. Gedirlər savaşa, vururlar, çırpırlar, qan tökürlər, olurlar, dövlət dəyişir. Bir də war of Amma position. War of position vardı. Ay sağ ol. Yəni uzun müddətli mədəni mübarizə. Çünki biz bunu mən hətta gedib məncə Hegelə də bağlaya bilərik ki, çünki mən buna həqiqətən inanıram ki, dəyişim sən insanların kültürünü, fikrini, beynini, ideyasını dəyişdirmədən heç bir zaman onların aparıb material dünyasını da dəyişdirə bilməz. Çox gözəl. Əla bir təsbit idi məncə. Məxsusən Hegelə bağlamağın da çox yaxşı oldu. Heç mən inanmırdım podkastçılar buraya çatdı. Yəni əslində Gramsci altdan Hegelçiymiş. Yox da ona görə deyirəm ki, biz içində neçə epizoddur ki, podcast yığırıq Hegeldən hələ bu yana deyə. Əgər danışırıq ki, tez, antitez, sintez yaranmalıdır. Fikirlər gəlməlidir, çarpışmalıdır, qabağa getməlidir. Hegel öz fikrini qoyubdur. Marx ona qarşı gətirib başqa bir fikir qoyubdur. Arada da Gramsci var. Boşluqları tapır, özünə təzə bir dənə ideoloji qoyur qabağa. Məncə çox da gözəl bir ideolojidir bu arada. Yəni dediyim kimi mən Gramsci fanlarından biriyəm. Eləmi? Sevdiyim düşünürlərdən biridir. Həm oxumağını sevmişdim, həm də bilirsən mən haraya aparır Gramsci. Kriminal bir insan. Marx gətir. Hamı kriminaldır, ona baxsın. Qalıbdı sən tutuqlanıbsan ya yox. Fərq oradır fəqət aradakı. Çok kritik. Bizim məsələn mən bizim milli hərəkatımıza baxanda və ya bizim durumumuza baxanda, bizim durumumuzda o uzun müddətli mübarizəni, kültürel mədəni mübarizənin yaxşı qabağa getdiyini düşünürəm. Misal olaraq baxanda bizim müzik, nə bilim, dans, rəqs, bu cür şeylər üstündə təkidimiz çox olubdu bir millət olaraq. Dilimiz olsun məsələn. Marksist bir baxış açısı ilə. Demək satmaq istirdim ki, bizim Gramsci'nin baxış açısı ilə bəlkə dil və kültür üzərindəki dəyişikliklərimiz biraz yaxşı qabağa getmiş ola bilər. Amma buna Marksist baxış açısı ilə baxanda, biz elə klassik Marksist baxış açısı ilə baxanda biz ondan yuxarı gedib çıxa bilməmişik. Çünki bizim əlimizdəki iqtisadi kontrolumuz olmayıbdı. Sən o məsələləri düşünmürsən. Əslən o məsələ, ay sağ ol. Yəni buna gətirib satmaq istəyirəm ki, tamam mən Gramsci'ni bu qədər sevirəm, amma bunu da qəbul eləməliyik ki, Gramsci'nin teorisi, Gramsci'nin ideyaları bizi çox səthi yerlərə kimi aparır.
Marksın, klassik marksizmin baxdığı qədər məncə bizi dərinə aparmır. Sağ ol. Niyə? Çünki elə o əvvəldə bayaq dediyim səbəbə görə ki, hər şey torpaqdan gəlir. Hər kəsin Gramsci bizi dönüşü torpağa Marksa aparmır. tərəfdir. Qiblə oradır. Ben niye, Buranın ben niye əksəridir. danıştık Gramsci'ni? Çok elə matah bir şey demirsə niye danıştık? Necə Dostlar də sağ olun bizə qulaq danışmadıq. asdığınız üçün. Bəsdir. Bilirsən niyə bir də bitmənə dəyməz? Gramsci kasıblıymış, ona görə kasıblı. Bilirsən niyə bitmənə dəyməz? Çünki Marksistdir. Pula əhəmiyyət vermirlər. Kapitalist sistemin köləsinə. Elədir.